Değerli izleyiciler, Açık Diplomasi'ye hoş geldiniz. Bugün Kafkasya'daki güç dengelerini derinden etkileyen önemli bir gelişmeyi masaya yatırıyoruz. Hindistan'ın Ermenistan'a yönelik artan silah satışları ve askeri işbirliği, Azerbaycan-Ermenistan güç dengesini nasıl etkiliyor? Türkiye'nin Azerbaycan ile stratejik ortaklığı ve Rusya'nın bölgedeki geleneksel nüfuzu küresel ölçekte nasıl değerlendirilmek gerekiyor? Tüm bu soruları alanında uzman konuğumuz gazeteci, yazar Hüsal Mehmedov ile birlikte değerlendireceğiz. Hüsal Bey hoş geldiniz. Söz sizde, buyurun. Xoş gördük, çox təşəkkür edirəm. Bəli, hazırda Güney Qafqaza xaricdən, yəni regiondan kənar ölkələrdən silah göndərən iki mərkəz var. Biri Hindistandır, biri Fransadır. Bunların hər birinin Ermənistana silah göndərməkdə söhbət hücum silahlarından gedir. Yəni müdafiə yox, məhz hücum silahlarından gedir. Öz maraqları var. Və bunların hər ikisinin də eyni zamanda həm Ermənistanla kökləri xeyli əvvələ gedən münasibətləri var, həm də Türkiyə ilə münasibətləri var. Və bu iki dövlət Türkiyə ilə münasibətlərini Ermənistana silah göndərməklə bir növ asimetrik şəkildə kompensasiya eləməyə çalışırlar. Fransa-Türkiyə ilişkilərindəki problemləri, gərginliyi, bu diyaloqun yüksək tonunu bilirik. Hindistana gəlincə, Hindistan Pakistanla olan münasibətlərinin və Pakistanın Azərbaycanla və Türkiyə ilə olan yaxınlığının, dostluğunun, hətta bu qardaşlıq səviyyəsinə çatır bəzi hallarda, cavabını Ermənistana silah göndərməklə verir. Bilirik ki, Pakistanda yaşayan müsəlman əhali Türkiyə ilə kökləri xeyli əvvələ gedən bir bağlara sahibdir. Hələ Pakistan dövləti özü yaranmamışdan belə Pakistan xalqı o vaxtki Hindistanın Britaniya dominantlığı altında, dominionluğu altında olan Hindistanın tərkibində yaşayanda, o vaxtdan Pakistan müsəlmanlarının Türkiyə ilə bir sıx əlaqəsi var idi. Bəzi tarixi mənbələrə görə Qurtuluş Savaşı vaxtı Pakistan müsəlmanları Türkiyəyə müəyyən qatqılarda bulunublar. O vaxtı ki, o kökləri o dövrə gedən bir yaxınlıq var. Azərbaycan müstəqilliyini qazananda 91-ci ildə ilk tanıyan dövlətlərdən biri Türkiyə ilə yanaşı Pakistan olmuşdu. Yəni, Pakistanın həm Azərbaycanla, həm də Türkiyə ilə bir dostluğu var. İndi bu daha da inkişaf elətdirilir. Bundan qızıqlanan Hindistan, yəni, düşmənimin dostları mənim də düşmənimdir məntiqi ilə Ermənistanı silahlandırmağa çalışır. Bu onun birinci motividir. Bilirik ki, Türkiyə, Azərbaycan, Türkiyə və Pakistan çoxdan D8 müsəlman dövlətləri birliyində idilər. Keçən sənə Azərbaycanda yoxsa bu sənənin əvvəlləri keçən sənə Azərbaycan da qoşuldu D8-ə və uzun illərdən sonra idi ki, D8 ilk dəfə bir yeni üzv qəbul elədi, bu Azərbaycan oldu. Bu cür addımlar Hindistanı bu birliyə, yəni Pakistanın Türkiyə və Azərbaycanın da olduğu müsəlman-türk dostluğu birliyinə qoşulmasına bir növ müdaxilə eləmək istəyir. Göstərmək istəyir ki, mən də öz cavab addımlarımı atıram. Buna görə Ermənistanı silahlandırır. Bu birinci motivdir. İkinci motiv odur ki, Hindistan silahlarının dünya silah bazarında elə də böyük bir alıcısı yoxdur. Ta ki, Türkiyədən fərqli olaraq, Türkiyə son illərdə dünya silah bazarında xeyli öz mövqelərini möhkəmləndirdi, geniş alıcılar tapdı, böyük miqdarda silah ixrac edir. Çünki müasir silahlardır. Hindistanın silahları müasir silahlar deyil. Yəni biz onun elə Ermənistana verdiklərinə də baxanda, tutaq ki, bu Pinaka reaktiv yayılım sistemləri olsun. Vaxtilə SSR-dən, Sovet Birliyindən aldığı lisenziyaların əsasında istehsal elədiyi silahlardır. Yayılım atəşi olsun və yaxud başqa silahlar olsun. Müasir dünyada bu silahlara elə bir alıcı tapmaq mümkün deyil. Bunu dünyada çoxları deyirlər, mənim fikrim deyil, bir çox uzmanlar deyirlər ki, Hindistan silahlarının dünya bazarında yeri yoxdur. Amma Ermənistan bunu almağa məcburdur. Niyə? Çünki Ermənistana silah satan ölkələr azdır, bu niyyətdə olan ölkələr azdır. Bir, və Ermənistanın pulu yoxdur yaxşı silahlar almağa. Hindistan az, çox yenə də Ermənistanın cibinə uyğun ona nəsə sata biləcək ölkədir. Və bu iki amil birləşəndə Hindistan böyük həvəslə Ermənistana silah satır. Bir, Türkiyəyə qarşı olan
münasibətlərinə görə, daha doğrusu Pakistan-Türkiyə dostluğundan qızığına görə, 2. Pakistan-Azərbaycan yaxınlaşmasından doğan qızığa görə Pakistanın 2-ci Qarabağ müharibəsi vaxtı Azərbaycanla yaxın əlaqəsi, birbaşa köməkdən söhbət getmirdi əlbəttə. Amma Azərbaycanın yanındaydı Türkiyə kimi, çox yaxından mənəvi dəstək verirdi, birmənalı olaraq Azərbaycanın mövqeyini dəstəkləyirdi. Ona görə Azərbaycan həm Türkiyəyə, həm də Pakistana müharibə bitəndən sonra Qarabağın bərpasında iştirak eləmək üçün imkanlar tanıdı. Bu da əlavə olaraq Hindistanı qıcıqlandırır. Düşünür ki, Pakistan Güney Qafqazda möhkəmlənib, burada mövqelərini bərkidir, özü geri qalır və düşünür ki, madam ki, Pakistan Azərbaycanın vasitəsilə Güney Qafqazda möhkəmlənib, mən də Ermənistanın vasitəsilə Güney Qafqazdakı mövqelərimi bərkidir. Həm də buna görə Ermənistana silah satır. Amma yanlış bir strategiyadır Hindistanın tərəfindən. Çünki əgər Hindistan Güney Qafqazda mövqelərini möhkəmlətmək istəyirsə, bunu Azərbaycanın və Türkiyənin vasitəsilə eləmək ən doğru seçim olardı. Bölgənin açarı bu iki dövlətin əlindədir. Birbaşa bölgədə yerləşən Azərbaycan və bölgənin yaxın qonşuluğunda yerləşən Türkiyə. Yəni Güney Qafqazda istənilən marağı olan dövlət bu iki dövlətin vasitəsilə həmin maraqlarını gerçəkləşdirə bilər. Ona görə Hindistanın indiki tutduğu xətt çətin ki, ona nəsə qazandırsın və çətin ki, Ermənistana da nəsə qazandırsın. Çünki Azərbaycan hakimiyyəti artıq bəyan edib ki, Hindistanın verdiyi silahları nəzarətdə saxlayır, onların lokasiyasını, harda cəmləşməsini öz diqqətində tutur və ilk təhdid hiss elədiyi andaca hər birini məhv eləyəcək və cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, bu bizim hüququmuzdur. Biz yəni özümüzə təhlükə törədə biləcək hərbi hədəfləri məhv eləmək hüququna malikik. Böyük ehtimalla əgər hansısa bir hərbi gərginləşmə olarsa, Hindistanın Ermənistana verdiyi o silahlar dəmir yığınına çevriləcək və bununla Hindistanın özünün hərbi sənayesinə böyük bir nüfuzuna xələl gələcək. Necə ki, 1-ci Qarabağ müharibəsi vaxtı Rusiya hərbi sənayesinin nüfuzuna ilk böyük zərbə dəydi. Ona qədər, yəni ilk Qarabağ müharibəsinə qədər Rus silahının bir mifi var idi. Mifoloji da olsa bir hörməti var idi. Dünyada Rus silahından bir çəkinmə var idi. Amma ilk Qarabağ müharibəsində Türkiyənin dronları Rusiya silahının heç bir şey olduğunu, boş olduğunu, zəif olduğunu bütün dünyaya göstərdi. Rusiyanın hava hücumundan müdafiə sistemləri olsun, tankları olsun, yayılım atəşi sistemləri olsun, Türkiyə dronlarının qabağında aciz qaldılar, məhv oldular. Və nəticədə Rus silahı hörmətini itirdi. İndi ikinci belə bir hal olsa, bu miqyasda təbii ki, ola bilməz, amma hətta kiçik, lokal bir qarşıdurma olsa belə, Hindistan silahı öz hörmətini itirəcək. Və necə ki, onsuz da dünya bazarında bir alıcısı yoxdur, ümumiyyətlə Hindistan silahına gülüş hədəfi olacaq, lağ eləyəcəklər, ələ salacaqlar. Bütün bunları nəzərə alıb ümumiləşdirsək, Hindistanın Pakistanla rəqabəti və düşmənçiliyi fonunda Ermənistanla yaxınlaşmaq cəhdləri, Pakistanın dostu olan Azərbaycanı və Türkiyəni qıcıqlandırmaq üçün Ermənistana silah satmaq cəhdləri çox yanlış strategiyadır və əgər Hindistan Güney Qafqazda möhkəmlənmək istəyirsə, bunu Azərbaycanın vasitəsilə bir də Türkiyə ilə münasibətlərini yaxınlaşdırmağın vasitəsilə. Bugün Hindistan-Ermənistan yakınlaşmasının bölgesel etkilerine konuştuk. Hindistan, Ermənistan, Azerbaycan, Türkiye ve Rusya arasında şekillenen bu yeni dengeler sadece bölgesel değil, küresel ölçekte de büyük bir etki yaratabilir. Sayın Vusal Mehmedova değerli katkılar için teşekkür ediyoruz. Yeni yayınlarda görüşmek üzere. Kanalımıza abone olmayı ve videomuzu beğenmeyi unutmayalım. Hoşça kalın. Çok sağ olun.